arada bir başlasınız, Valdistan Braskos oyunla bağlı fikirlərini bildirəcək, daha sonra isə suallarınızı bildirəcək. Please, coach, your first comments about today's match. So congratulations to Sabah family with a win, great win. Okay, we started the game quite well, but conceded the goal playing from the back. It was kind of strange game because we didn't allow opponent to create absolutely nothing, but we conceded 2 goals, like very fast in the first half. But I believe that our response was absolutely fantastic. We came back once, we came back twice, and then overall I really believe that it's deserved result, and we had a lot of chances, to finish the game and to score more. Unfortunately, didn't use it, but happy for the win. And now, again, we have only 3 days to prepare for the next game, and again, same thing, to forget this game, go back to training already tomorrow, focus and prepare for the next one. Əvvəlcə mən Sabah ailəsini bugünkü qalibiyyət münasibətilə təbrik etmək istəyirəm. Həqiqətən də bugün çox yaxşı, böyük bir qalibiyyət əldə etdik. Oyuna demək olar ki, kifayət qədər biraz yaxşı başlamadıq. Biraz oyun bizim üçün bu oyun qəribə alındı. Çünki arxadan toplarla çıxarkən özümüz səhvlər elədik və bu səhvlərdən rəqib yararlandı və mən çox məmnunam ki, bizim cavabımız rəqib fərqləndikdən sonra birinci hissədə erkən qollarla çox yaxşı oldu. İkinci qolla biz çox yenə yaxşı şəkildə cavab verdik. Ümumiyyətlə bu oyunu götürsək, düşünürəm ki, biz layiqli bir şəkildə qələbə əldə etdik. Oyunun taleyini daha da tez həll edə bilərdik. Çoxlu qol fürsətlərimiz oldu ki, bunlardan yararlana bilmədik. Amma mən qalibiyyət üçün məmnunam, xoşbəxtəm bugün əldə etdiyimiz qalibiyyətdən dolayı. Yenə 3 gündən sonra qarşıda yeni bir oyunumuz gəlir. Artıq bu oyunu unudub qarşıdan gələn oyuna köklənməliyik və sabahdan bərpa məşqi keçib qarşıdakı gələn oyunu düşünməliyik. Congrats on you, Victor. Thank you. Çok yaxşı bir komanda formalaşdırıb Cənab Balbaz və yaxşı futbolun yıllar. Sadəcə mənim üçün maraqlıdır, sonra az qalmış. Belə bir ehtiyat edilmi ki, bu performansı sona qədər davam etdirə bilməyəcək. Bu belə bir qorxu varmı, yoxsa çünki bir mövsüm boyu eyni performansda oynamaq çox çətindir. Böyle bir təhlükə hiss edir, yoxsa əmindir ki, bu performans sona qədər davam edəcək? Coach, I would like to say that you have created very well team. You are playing well, but something for me is very interesting. Can you keep your performance like this is until the end of the season? It worries you or no? Because it's very difficult to keep the same performance until the end of the season. It worries you? Really, it doesn't worry me at all. I'm only worried about the next game. How we prepare for the next game, how we're gonna recover, what training we can do a little bit extra, like tactical work, because when you have games coming one after another so fast, it's very difficult to get an idea, and it's more reflection what you did during those 8-9 months till you come to this point. So only let me worry about the next game. So that is my only worry. Mən sizə deyə bilərəm ki, bu məni narahat eləmir. Mən sadəcə qarşıdan gələn oyunu fikirləşirəm, oyunu düşünəşirəm. O oyun məni narahat eləyir. Çünki biz yaxşı şəkildə bərpa olmalıyıq. Bu oyunlar qısa müddət ərzində keçildikdə çox da ekstra taktiki iş görə bilmirik. Amma bu bizim ideyalarımız var ki, hansıları ki, onları tətbiq eləmək artıq 8-9 aydır. İşimizin demək olar ki, əksidir, göstəricisidir. Yox, sadəcə qarşıdan gələn oyunu fikirləşirəm, sadəcə o məni narahat edir. Congrats on your victory. Sabah, ilk mövsümdə çalışdığınız Sabahın Avrokuboklara çıxması dəqiqləşdi. İş döyüşlükdə olacaq. Maraqlı bu faktı bilirdinizmi? Ona görə təbrik almışsınız, yoxsa əsas təbriki mövsüm sonunda görürsünüz?
Firstly, I would like to ask coach that you have known before the match that if you win this match, you officially will be in European competition. Or somebody have congratulated you with this, or you wait this is congratulations at the end of the season. I really didn't know, so thank you for this information. I really didn't know this fact. I think that is achievement already, because when we started, that was the target to qualify for Europe, and now let's go. You know, like again, we don't need to think, we don't need to talk about that. Only what we need to talk is about next training and next game. Mən həqiqətən bu barədə bilmirdim. Bu bizim üçün böyük bir uğurdur. Çünki mən bura gəlməmişdən öncə mənim üçün hədəf Avropa qatılmaq idi, Avropada iştirak etmək idi. Mən bunu bilmirdim. Sadəcə artıq bunları unuduruq. Bu barədə düşünmürük. Sadəcə həmişəki kimi öz qarşıdan gələn oyunumuzu fikirləşirik. Buyur. Son Plisan həm durumu soruşmaq istəyirdim, həm də onun azad hallanmış yaxşı təklifləri var ola bilər ki, gələcək xariyyətdir. İçin söhbət oldu. First, I would like to ask about the situation of Ivan Lepinica, and secondly, continuing of my question, on social media there is information that he has good offers from another teams. Have you spoken with him about this? Oh, I think that is absolutely not my job to speak with the player about what offers he has. I think every player need to be focused on what is happening now, next training and next game, and it's absolutely too early to speak what will happen after this season. So that answer to that second part. And the first part, yes, he was on the bench because if you remember last game, he had a small injury and we didn't want to risk. So a few more days to recover. We'll see if we can get more from him in the next game, because it's very important player for us. But today, again, we showed that we have depth. Abdullah Kibulayev changed, and we didn't felt any problems, and we still could dominate the match for big parts. Mən sizin sualınızın ikinci hissəsindən başlayayım. Çünki bu tamamilə oyuncusuyla bu barədə danışmaq mənim bir vəzifəm deyil. Bizim üçün önəmli oldu ki, hər bir oyuncumuz sadəcə indiyə köklənsinlər, qarşıdan gələn oyunlara köklənsinlər və düşünürəm ki, hələ bu barədə danışmaq, gələcəyi barəsində danışmaq çox erkəndir, çox tezdir. Onun vəziyyəti barəsində gəldikdə isə o bugün ehtiyat oyuncular skameykasındaydı. Düzdür, kiçik bir zədəsi var idi və biz bu zədəyə görə onu riskə atmaq istəmədik. İstədik ki, bərpa keçsin, 2-3 gün bərpa keçsin və qarşıdan gələn oyuna hazırlaşsın. O həqiqətən də bizim üçün çox önəmli bir oyuncusudur. Amma bugün ehtiyat oyuncular skameykasındakı dərinliyi də bizə yaxşı təsir etdi. Çünki onun yerinə daxil olan, oynayan Abdullah da çox yaxşı oyun sərgilədi. Demək olar ki, biz bugün heç də onun əksikliyini hiss eləmədik. Oyun boyu böyük bir üstünlük, dominantlıq bizim tərəfimizdə idi. Çox maraqlı Levski və Çelindən oyundan bu yana götürsək, bugünkü Sabah, yəni həmin Levski ilə faiz etibarında nə qədər dəyişib və nə qədər yol qətilik etdiyini düşünür. It is very interesting, Mr. Valdas, if we take into account from Levski Sofia match, how do you think how much percent we have changed and how much we have achieved for our goals? How to answer, how to calculate this percentage? Look, really, I never was that strong in mathematics in school, so into now, I don't know how many, 30 games maybe we played since Levski game, and now those percentages, how to calculate, I really don't know. Of course, the progress is there. I think we become better. Some new players joined us after the Levski game, and with every day's work,
the team improved in all phases, but it's continuous improvement and it's never stopped. Okay, you know, like today you can say you improved, tomorrow you have bad game, after tomorrow you have another bad game, and where this improvement? You're as good as your last game. So I really don't think, you know, like it's the point to speak about what happened in the summer when we are, you know, 2 months away from another summer. So we just need to focus on the next game, because I can say, look, we improved, but then play bad game on Saturday, and where is our improvement? So philosophical question, philosophical answer. Mən əlbəttə ki, bu faizi hesablaya bilmərəm, deyə bilmərəm. Həm də ki, onu deyə bilərəm ki, mən məktəbdə o qədər də riyaziyyatda güclü olmamışam. Təxminən Levski oyundan bu tərəfə 30-a yaxın, 30-dan da bəlkə çox oyun oynamışıq. Əlbəttə ki, inkişaf var, daha da yaxşı oynayırıq. Yeni oyuncularımız bizə qoşuldu. Bütün fazalarda müəyyən inkişaf var. Amma bu inkişaf elə bir şeydir ki, məsəl üçün biz bir oyun pis oynasaq, onun arxasından, oyundan sonra yenə bir pis oyunumuz olsa, siz məndən soruşacaqsınız ki, inkişaf hardadır? Bəs əvvəl deyirdiniz ki, inkişaf etmişik, bu qədər irəliləmişik. Hal-hazırda qarşıdakı yaya, önümüzdəki yaya 2 ayımız qalıb. Düşünürəm ki, inkişaf var, amma daha da inkişaf eləməliyik. Siz fəlsəfi bir sual verdiniz. Mən də düşünürəm ki, mən də fəlsəfi bir cavab verdim sizə. Başqa sual. Hamidou Keita ilə siz deyirsiniz, Hamidou Keita nədənsə narazı idi və Cənab Alvas nəsə danışdı ondan. Yəni, siz deyilsə, söhbət hansı əsnada gedir? If it's not secret, coach, what have you spoken with Hamidou Keita? It was conversation between you and Keita. No, we just discussed, you know, like that situation. I think that was after the goal was disallowed, you know, like offside, not offside, you know, like defender touched the ball, didn't touch the ball, was deliberate or not, because the last player who touched the ball before Mikel's shot on goal, it was a Raz defender, and you know, that's it, you know, like that was conversation about, but was nothing special, just, you know, like exchanging the views. Sadəcə biz nə barədə orada danışdıq? O oyun bizim vurduğumuz 4-cü qol, ləğv olunan qol müzakirə elədik. O situasiyada barəsində danışdıq. Orada toxunuş var idi, yox idi. Toxunuş qəsdi olmuşdu, yoxsa yox. Top arazı müdafiəçisindən Mikelsə gəlmişdi. Bu barədə sadə danışdıq. Nəysə xüsusi bir şey danışmadıq. Başqa sual olan yoxdur. Thank you very much, guys. Have a nice evening. Sağ olun, sağ olun.